Özünüz də uşaq Əlbəttə ki, futbolundasınız. akademiya ilk öncə önəmlidir. Biz indi bu öncədən bir 10 il bundan qabaq daha yaxşı baxılsaydı, bu səviyyə indi biz həmişə ilk Premyer Liqada gələn klublarımızı tuturuq. Məsələn ki, Avroliqada niyə belə zəif çıxış elədi, məğlub oldu. Belə baxanda azarkeşləri də hardasa başa düşmək olar, rəhbərlik edir. Rəhbərlik deyəndə oyunçuları, səviyyəli oyunçular gətirilməli idi, eləməli idi. Dediklərinə görə səviyyəli oyunçular gəlib. Belə baxanda biz bu mərhələni keçsək, gələn mərhələdə də büdürəyə bilərdik. Daha güclü klubundan, onlara qarşı da belə oyuna çıxmaq məncə daha yaxşı oyun olmayacaqdı. Təbii, daha böyük məğlubiyyətlər ola bilərdi. Məncə də indi akademiya sözlüyüz. İndi inşallah ki, federasiyadan əlaqəmiz olub, inşallah təzə rəhbərlik də daim gücünü verib akademiya, təzə planlar, proqramlar, kameralar, indi daha şəffaf çalışacaqlar. İnşallah mən ona güvənirəm, əlbəttə ki, inanıram. Çünki dedikləri planlar, proqramlar daha yaxşıdır gələcək üçün. Gənc oyunçuları inkişaf elətdirmək lazımdır. A-dan Z-yə qədər tam dəyişiklik olacaq. Ona görə inanıram ki, inşallah bir 3 ilə, 5 ilə, 6 ilə bu biraz vaxt tələb edir. Çünki biz bunu gec başlamışıq. Öz yerli uşaqlarımız akademiyanın daha da inkişaf eləyəcək, yaxşı inkişaf olacaq. Mən də istərdim ki, həm inkişaf ola, yaxşı skautlar, menecerlər olsun ki, uşaqlarımız 14-15 yaşına çatanda xarici ölkələrə geçsin. Onların kontraktlar, müqavilələr imzalansın ki, uşaqlar gəlib orada altyapıda oynaya, Avropa səviyyəsində oyunçular olsun. İnşallah buna güvənirəm, bu planları özüm şəxsən gördüyümə görə inanıram ki, təzə rəhbərlik də bunun öhdəsindən gələcək.